Doktor salam. Aleyküm salam. Xəstələri narahat edən baş ağrılarının səbəbi nədir? Xəstələri demək ümumiyyətlə baş ağrıları daha çox narahat eləyir. Onun səbəbləri çoxdur. Baş ağrılarını ümumi tibbi praktikada götürsək, nevroloji xəstələrdə daha çox rast gəlinir. Demək olar ki, 50-dən çox xəstəliyin, daha doğrusu ilkin səbəbi baş ağrısı ola bilər. Baş ağrılarını iki qismə bölürlər. Birincili baş ağrıları, ikincili baş ağrıları. Birinci baş ağrılarının demək səbəbi orqaniki pozğunluq olmadan meydana çıxır. Bura aiddir nə? Birinci növbədə miqren tipli baş ağrıları, gərginlik baş ağrıları, klaster tipli baş ağrıları. Miqren tipli baş ağrıları demək olar ki, çox yayılıb. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Ayrıca desək, miqren tipli baş ağrıları auralı, aurasız və onların da növləri çoxdur. Tutmadan asılı olaraq, əsasən miqren baş ağrıları kəllənin yarısında müşahidə olunur, tədricən artır. Bəzən o 20 dəqiqə, 30 dəqiqə, bəzən də günlərlə davam edir. Baş ağrılarının demək birincili tiplərindən olan gərginlik baş ağrısı. Nədir bunun səbəbləri? Bu gərginlik baş ağrısı səbəbləri demək insanın psixoloji durumundan, iş şəraitindən, işin gərginliyindən, demək işin demək ağırlığından çox asılıdır. Xəstələrin deməli baş ağrılarının belə yaranmağında əsas rolu oynayır. Susuzluq, sudan çox istifadə etmək lazımdır. Televizora az baxmaq lazımdır. Bəzən də tünd çay, kofeindən çox istifadə edirlər. Bunlar da baş ağrılarına gətirib çıxara bilər. İkincili baş ağrıları beyində olan patoloji dəyişikliklərdən yaranır. Bura aiddir nə? Beyin qışalarında olan iltihabi proseslər, yəni meningitlər. İkincisi, beyin damarı ilə əlaqədar olan baş ağrıları. Burada bir şeyi həmişə nəzərdə saxlamaq lazımdır ki, ani, kəskin baş ağrısı baş verirsə, bu çox təhlükəlidir və bu vaxtı mütləq həkimə müraciət eləmək lazımdır. Bu, damarların partlaması nəticəsində beyin boşluqlarına qansızmadan, yəni subarachnoidal qansızma yaranır. Belə hallarda mütləq həkimə müraciət eləmək lazımdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.